Allahümme salli ala Muhammedin ve ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdü ve sena lillah Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya'i vel mursalin. Muhammed sallallahu aleyhi ve alihi ve sellem. Ve ala ali beytihi tayyibin tahirin el ma'asumin aleyhimussalam. Ve la'netu daim ala a'daihim ecma'in. Minel an ila qiyavmi yevmiddin. Bir gün Harun İmam Musa Kazım əleyhissalama bir məktub yazır. Məktubda istəyir ki, imam ona moizə eləsin. İzni, yəni imama deyir ki, mənə bir moizə elə, mənə bir nəsihət elə. İmam əleyhissalam ona bir cümlə yazır. Yazır ki, "Ma min şeyin terahu aynaka illa və fihi mauizatun." Sənin gözünün gördüyü hər bir şey, yəni o şeylər ki, sənin gözün görür, onların hər birində bir moizə var. Həqiqətən belədir. Yəni insan göyə baxsa, yerə baxsa, göy və yer arasında bütün məxluqatlara baxsa, təbiət aləminə baxsa, dənizə baxsa, heyvanat aləminə baxsa, bitki aləminə baxsa, elə insan özünə baxsa, hər bir baxdığı və gözü ilə gördüyü hər bir şeydə ibrət vardır. Necə ki, Əmir-əl-Müminin əleyhissalam buyurur, ibrət çoxdur, amma ibrət alan azdır. İnsan həyatının özü elə bir ibrətdir. İnsan həyatının özü elə bir nəsihətdir. İnsan özünə baxsa, insan həyatını analiz eləsə, elə insanın həyatı dünyaya gələndən dünyasını dəyişənə qədər özü bir nəsihətdir, özü bir moizədir, özü bir ibrətdir. Amma biz buna əhəmiyyət vermirik. Özümüz bir ibrətük, özümüz bir nəsihət aləmiyik, özümüz bir ibrət içindəyik. Amma biz özümüzə diqqət eləmirik, özümüzdə olan ibrəti, özümüzdə olan o nəsihət, moizəni görmürük. İnsan dünyaya gələndə dünya nemətlərindən, yəni onun yaşaması üçün lazım olan hər nə varsa, insan dünyaya gələndə onlarsız gəlir, əli boş gəlir. İnsan dünyaya gələndə özü ilə heç nə gətirmir. Dünyada ona hər nə lazımdırsa, müəyyən yaşa çatandan sonra insan vuruşur, əlləşir ki, onlardan əldə eləsin. Amma bəzən insan onun üçün nəyin xeyirli olub, nəyin ziyanlı olduğunu da bilmir. Çalışır ki, hər işin dalınca gedir, hər bir işə əl atır, amma gördüyü işin onun üçün ziyanlı və xeyirli olduğunu bilmir. Bir işin dalınca gedir, çalışır, əlləşir, vuruşur, alınır, amma görür ki, orada ziyan var. Bunu əvvəldən bilmir. Və yaxud da ki, insan bir işdən xoşu gəlmir, onunla əl çəkir, amma həqiqətdə baxanda görür ki, elə onun üçün xeyirli o iş. O iş onun üçün daha xeyirlidir. Və bəzən bu insanın duasına da təsir edir. Yəni, insan Allahdan nə isə istəyir, Allah verməyəndə görsən məyus olur, Allahdan naümid olur, Allahdan ümidini üzür. Və bəzən də Allaha da etiraz edir ki, ilahi, mən səndən istədim, sənə dua elədim, bəs onu niyə mənə əta eləmədin? Quran-ı Kərimin Bəqərə surəsinin 216-cı ayəsində Allah təbarək və teala buyurur, وَعَسَى أَنْ تَكْرَهُ شَيْئًا وَهُوَ خَيْرٌ لَكُمْ. Bir çox şeylər var ki, sizin onlardan xoşunuz gəlmir. Yəni, siz zahirdə baxırsınız, görürsünüz, onu bəyənmirsiniz, ondan xoşunuz gəlmir. وَهُوَ خَيْرٌ لَكُمْ. Amma onun həqiqəti sizin üçün daha xeyirlidir. وَعَسَى أَنْ تُحِبُّ شَيْئًا وَهُوَ شَرٌ لَكُمْ. Və bəzi bir şeylər də var ki, siz ona daha meyil edirsiniz, daha məhəbbət göstərirsiniz, amma o sizin xeyrinizə deyil, o daha sizin üçün şər bir şeydir. Vallahu ya'lamu və entum la ta'lamun. Həqiqətən də Allah biləndir və siz bilmirsiniz. Duanın gözəlliklərindən biri budur ki, insan Allaha dua edən zaman, yəni dua mədəniyyəti var, duanın gözəlliyi var, şirinliyi var. İnsan Allaha münacat edən zaman orada bir şirinlik var, bir gözəllik var, bir incəlik var. İnsan Allaha dua edən zaman bir şeyi Allahdan istəyirsə, duanın sonunda gərək Allaha ümidini bəsləsin və Allaha təvəkkül eləsin, Allaha bel bağlasın və Allaha belə bir münacat eləsin ki, ilahi, əgər bu iş mənim xeyrimədirsə, onu mənə əta elə. Əgər bu iş mənim ziyanımadırsa, onu mənə əta eləmə. Bu duanın bir gözəlliyidir, duanın bir şirinliyidir. İnsan dua edir, Allahdan bir şey istəyir, amma o istədiyinin onun üçün xeyirli olub ziyanlı olduğunu bilmirsə, onu həvalə eləsin Allaha.
İlahi, əgər bu iş mənim üçün xeyirlidirsə, onu mənə qismət elə. Əgər mənim üçün şərdirsə, onu məndən uzaq elə. Bəzən bir şey ola bilər. İnsan dünyasına baxanda, insan həmin şeyə dünya gözü ilə baxanda, dünyada onun üçün xeyirli olar. Amma dünyada xeyirli olmasına yanaşı, insanın ahirətinə ziyandır. Ona görə insan bəzən də ola bilər bunun əksi. Yəni insan baxır ki, dünyada bu iş bunun üçün ziyanlıdır. Amma onun ahirət tərəfinə baxanda görür ki, yox, bu bunun üçün xeyirlidir. Və ona görə insan Allaha dua edən zaman, Allaha müraciət edən zaman, Allahdan eyni zamanda istəməlidir ki, ilahi, əgər bu iş mənim üçün xeyirlidirsə, bunu mənə qismət elə. Əgər mənim dünya və ahirətim üçün ziyanlıdırsa, bunu mənə qismət eləmə. Yəni, belə bir kəlam da var. Allah versə nemətdir, verməsə hikmət. Ramazan ayının 7-ci günün duasında oxuyuruq. Allahümmə a'inni fihi əla siyamihi və qiyamihi. İlahi, bu gündə orucu və bu günün ibadətlərini yerinə yetirməyi, tamamlamağı mənə kömək ol. Tamamlamaqda, yəni mənə kömək ol. Bəzən insan istər vacib bir əməl olsun, istər müstəhəb əməllər olsun, gözəl əməllər olsun, o əməlləri yerinə yetirən zaman insan nəfsi ilə üz-üzə qalır. Nəfs insanı o işlərdən çəkindirir. Nəfs insanı pis işlərə yönəldir. Xeyir işlərə, gözəl işlərə, vacib əməllər insan yerinə yetirən zaman nəfsi ilə üz-üzə qalır. Bəzən tərəddüdlər də qalır. Buna belə bir misal çəkmək olar. Məsələn, bir insan yolla gedir, qarşısına bir sail çıxır, dilənçi çıxır, ehtiyacı olan bir şəxs çıxır, əlini açır o şəxsdən nəsə istəyəndə, görürsən içindən belə bir səs gəlir. Ki, o sənin bir manatına qalmayıb, eyni sən verirsən, sənin özünün ona ehtiyacı var, sən ona versən, sənin ehtiyacın daha da çox olar ki, içərdən insana belə bir səs gəlir. Ona görə insan Allahın əmrlərini yerinə yetirən zaman, gözəl işlər görən zaman, istər vacib olsun, istər müstəhəb əməlləri yerinə yetirən zaman, nəfsi ilə üz-üzə qalanda gərək Allahdan kömək istəsin. Gərək Allahdan yardım istəsin ki, nəfsinə hakim ola bilsin. Nəfs ona hakim olmasın. Sonra oxuyuruq ki, وَجَنِّبْنِي فِيهِ مِنْ هَفَفَاتِهِ وَآثَامِهِ. Bu gün məni səhv və nöqsanlardan uzaqlaşdır. Yəni, insan çalışmalıdır, etdiyi bu duanın təsirində olsun. Yəni, əməllərinə diqqət eləsin, davranışına diqqət eləsin. Görsün ki, hansı əməllər düzdür, hansı əməllər səhvdir. Düz əməllərin dalınca getsin və səhv əməllərdən üz döndərsin. İlahi, bu gün məni səhv və nöqsanlardan uzaqlaşdır. Oruç tutmağın özü insan üçün gözəl bir fürsətdir, gözəl bir nemətdir, gözəl bir lütfdir ki, insan oruç tutan zaman həm dilinə hakim olur, həm gözünə hakim olur, qulağına hakim olur, əlinə hakim olur. Oruç insanın bədən üzvləri üçün bir qoruyan bir vasitədir. İmam Səccad əleyhissalam orucun haqqında buyurur ki, Əmmə haqqus savm, orucun haqqına gəlincə, fəin tə'ləm innahu hicabun. Deyir ki, oruc bir hicabdır, bir örtüydür. Dərəbəhullahu ələ lisanik və sam'ik və bəsarik və fərcik və bətnik liyəstərikə bihi minənnar. Deyir, Allah onu bir hicab qərar verib. Oruc bir hicabdır ki, Allah onun vasitəsilə sənin dilinə möhür vurar. Sənin qulağına, sənin gözünə, sənin harama getməyinə, sənin bətninə bir möhür vurar. Bir hicab vasitəsilə onu örtər. Niyə? Çünki onun vasitəsilə səni cəhənnəm odundan qorusun. Sonra duanın bir hissəsində də oxuyuruq ki, Vərzuqni fihi zikrikə bidəvamihi bitəvfifikə yə hədiyəl mudillin. Ey zəlalətdə olanları doğru yola yönəldən. Ey azmışları hidayət eləyən, öz tövfiqinə xatir, bu gün zikrinin davamlığı ilə məni ruziləndir. Biz keçən duaların şərhində ruzi haqqında və eyni zamanda zikr haqqında bir neçə mətləbə toxunmuşduq ki, zikr xatırlamaqdır, insan günahla üzləşəndə Allahı xatırlamalıdır və yaxud da ki, gündəlik dualar, zikirlər ki var, onları daim deməlidir. Və eyni zamanda dedik ki, bir neçə əməldə var ki, ruzi tək maddi bir məsələ deyil. Ruzi elmlə məşğul olmaq, elmdə əldə eləmək, elmləmək bu özü bir növ ruzilənməkdir. İnsan yəni Allahın zikrini daimi etməklə
Hər gün Allah'a, hər dəqiqə Allah'ı zikr etməklə ruzilənmiş olur. Zikr əhli olur. Zikr əhli olmaq, biz keçən dəfə bir neçə iki yanaşmanı qeyd etmişdik. Zikr əhli olmaq belə bir misal da çəkmək olar. Yəni insan davranışı ilə də zikr əhli ola bilər. İnsan danışığı ilə də zikr ola bilər. İnsan əməli ilə də zikr ola bilər. Məsələn, insan birinə acı söz deməz, birinin qəlbinə dəyməsə, birinin xətrinə dəyməsə, birini xoşagəlməz ləqəblərlə, xoşagəlməz sözlərlə ona müraciət eləməsə, yəni onun qəlbinə dəyməsə, onu ilə gözəl rəftar eləsə, bu insan zikr əhli sayılar. Niyə? Çünki öz əməlində qarşı tərəfi incitmədi. Qarşı tərəflə xoş söz danışdı, qarşı tərəfə gözəl ifadələr işlətdi, qarşı tərəfin qəlbini aldı, yəni onun xətrinə dəymədi. Davranışında, əməlində, danışığında gözəl rəftarı eləyən şəxs zikr əhli sayılar. Ona görə buyurur ki, vərzuqni fihi zikrikə bidəvamihi. İlahi, bu gündə sənin zikrinin davamlılığı ilə məni ruziləndir. Yəni, həm dilində dediyi zikir, məsələn, la ilahə illallah, həm də əməlinin gözəlliyi ilə zikr əhli olmaq. Bugünkü duada da biz onu öyrəndik ki, yəni insan dua edən zaman Allahdan yardım istəməlidir və dua edən zaman duasında Allaha təvəkkül etməlidir, işlərində Allaha təvəkkül etməlidir, işlərini Allaha həvalə etməlidir və bu gündə nöqsanlardan, səhvlərdən uzaq olmaq üçün özünü, dilini, gözünü, əlini, ayağını nəzarətdə saxlamalıdır və hər bir əməlində zikr əhli olmağı bacarmalıdır. Davranışında, danışığında zikr əhli olmağı bacarmalıdır. Allah tutduğumuz orucları qəbul eləsin, edildiyimiz duaları dərəcəyə qəbul eləsin. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuh.